Saatlarımız 12:00 göstərir. Bu isə o deməkdir ki, Baku TV-də xəbər vaxtıdır. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Studiyada Səbinə Qafarvadır. Əvvəlcə anonslara nəzər salaq. İsrail ilə İran arasında şiddətli döyüşlər gedir. Sepahın kəşfiyyat rəisi öldürüldü, Təl-Əviv və Hayfa ballistik raketlərlə vuruldu. İranı Azərbaycan vasitəsilə tərk edin. Amerika Birləşmiş Ştatları bu ölkədəki vətəndaşlarına çağırış etdi. Astara sərhəd keçid məntəqəsindən təxliyə prosesi davam edir. Qırğızistan və Rusiya vətəndaşlarının humanitar keçidi baş tutdu. İsrail ilə İran arasında artıq 4-cü gündür ki, şiddətli döyüşlər gedir. Hər keçən gün vəziyyət daha da pisləşir. Ötən gün paytaxt Tehranın şimalı və mərkəzi bombalanıb. Əməliyyatlar zamanı İranın yüksək rütbəli hərbçiləri öldürülüb. İsrail ordusu İranın qərbinə zərbələr endirib. Nəticədə Sepahın kəşfiyyat rəisi Məhəmməd Kazimi, həmçinin onun iki silahdaşı Həsən Muhaqaq və Muhsin Bağiri də öldürülüb. Onların da yüksək rütbəli kəşfiyyatçı olduqları bildirilir. Sepah faktı təsdiqləyib. İsrail İranın Tehranın şimalındakı Xarici İşlər Nazirliyinin binası və Tehranın mərkəzindəki polis qərərgahını da vurub. Xarici İşlər Nazirinin mavini Seyid Xətibzadənin sözlərinə görə hücum nəticəsində nazirliyin bir neçə əməkdaşı yaralanıb. İran tərəfi isə əks-hücum əməliyyatları zamanı İsrailin silah zavodunu bombalayıb. Tel-Əviv və Hayfa şəhərlərinə ballistik raketlərlə zərbələr endirilib. İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə silsilə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Tehrandakı güc qüvvələri, inqilab keşişçiləri və İran ordusunun infrastrukturuna qarşı həyata keçirilmiş geniş hücum dalğasının davamı olaraq İran ərazisində çoxsaylı silah istehsalı obyektlərinə zərbələr endirilib, deyə məlumatda qeyd olunub. İran tərəfi buna cavab olaraq İsrailin Rafael şirkətinin silah zavodunu bombalayıb. Bundan əlavə Təl-Əviv və Hayfa şəhərlərinə də silsilə zərbələr endirib. Ballistik raket dalğası Sepah tərəfindən həyata keçirilib. Məlumata görə İsrail tərəfi hava zərbələri üçün 50 qırıcı təyyarədən istifadə edib. Hədəfə alınan şəhərlər arasında İsfahan və Kirmanşah kimi ərazilər və hərbi infrastrukturlar yer alıb. İsrail İranın Müdafiə Nazirliyinə aid olan və İsfahan əyalətində yerləşən obyektinə hücum edib. Bu barədə Naur News agentliyi əyalət başçısının müavininə istinadən məlumat yayıb. Qeyd edək ki, iyunun 14-ü gecə saatlarında 50 qırıcı təyyarə Tehranda yerləşən İranın nüvə layihəsinə aid obyektlərə hücum edərək bombalayıb. Kirmanşahdakı İmam Həsən hərbi bazasına hücumdan sonra kazarmada partlayışlar baş verib. İndi orada baş verən güclü tüstülənmə bütün ərazini bürüyüb, deyə agentliyin müxbiri bildirib. Bundan əlavə İsrail İranın qərbindəki Ştirin şəhərindəki obyektlərə də hücum edib. Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan Yüksələn Aslan əməliyyatına başlayıb. İran İslam Respublikası buna cavab olaraq iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib. İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib. Benyamin Netanyahu İsrailin həyata keçirdiyi son əməliyyatlar barədə danışıb. Baş nazir qeyd edib ki, əsas hədəflərindən biri olan İsfahan reaktoru artıq məhv edilib. İranda isə əhali Tehranı kütləvi şəkildə tərk etməyə başlayıb. Biz İsfahan reaktorunu məhv etdik və onsuz nüvə silahı hazırlamaq mümkün deyil. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. O qeyd edib ki, lazım gələrsə daha çox işlər görəcəyik. İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə ölənlərin 90%-dən çoxu mülki şəxslərdir.
Əhali İranın paytaxtı Tehran şəhərini kütləvi şəkildə tərk edir. İrana məxsus Telegram kanallarında insanların paytaxtı tərk etməsi nəticəsində uzun tıxacların yarandığı vurğulanır. Bu arada İsrailə 2 nəfər İrana casusluq etməkdə şübhəli bilinərək həbs edilib. Onlar Sərhəd Polisinin Yamam və Şim Bet elit dəstəsinin gecə reydi zamanı saxlanılıb. İrana zərbələr endiriləcəyi barədə Donald Trumpa əvvəlcədən xəbərdarlıq edilib. Bu barədə danışan Benyamin Netanyahu aparılan əməliyyatın detallarını açıqlayıb. Baş nazir qeyd edib ki, İran nüvə silahını nəzarətində olan silahlı qruplaşmalara verməyi planlaşdırıb. Tehran nüvə silahını müttəfiqlərinə, o cümlədən Yəmənin Husi üsyançılarına ötürməyə planlaşdırırdı. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Fox News telekanalına müsahibəsində bildirib. Kəşfiyyat məlumatlarımıza görə onlar nüvə silahlarını Husilərə və digər müttəfiqlərinə ötürməyə planlaşdırırdılar. Bu dünya miqyasında nüvə terrorçuluğudur. Bu hamı üçün təhlükəlidir deyə o qeyd edib. Netanyahu bir daha vurğulayıb ki, İsrail İranın nüvə silahına sahib olmasına imkan verə bilməz. Yahudi dövlətinin baş naziri həmçinin qeyd edib ki, İrana zərbələr endiriləcəyi barədə Amerika lideri Donald Trumpı əvvəlcədən xəbərdar edib. Trumpla daimi əlaqə saxlayırdım. Biz bir-birimizi uzun illərdir tanıyırıq. Və əlbəttə ki, biz Amerikalı dostlarımızı və Trumpı əvvəlcədən xəbərdar etdik deyə siyasətçi söyləyib. Yaxın Şərqdə yerindən oynadığı bir vaxtda Donald Trump özünə təriflər yaxdırıb. Ağ Ev lideri ayrı-ayrı münaqişə tərəflərini barışdırdığını, problemləri həll etdiyini bildirib. O, İran və İsrail arasında da tezliklə sülh yaradacağını vurğulayıb. Mən Amerika Birləşmiş Ştatları ilə ticarətdən istifadə edərək Hindistan və Pakistan arasında razılaşma əldə etdiyim kimi ağıl, birlik və sağlam düşüncə gətirərək iki görkəmli liderlə danışıqlarda tez qərar qəbul edib münaqişəni dayandıra bildim. Bu barədə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, həmçinin ilk prezidentlik müddətində Serbiya və Kosovo arasında vəziyyət kəskinləşmişdi. İllərlə davam edən bu münaqişə müharibəyə çevrilə bilərdi. Mən bunu dayandırdım. Bidenin axmaq qərarları uzun müddətli perspektivləri pozdu. Amma mən vəziyyəti yenidən düzəldəcəm. Başqa bir nümunə isə Misir və Efiopiya arasında nəhəng bəndə görə yaranan münaqişə idi. Bu bənd möhtəşəm Nil çayına təsir edirdi. Mənim müdaxiləm sayəsində indi orada sülh mövcuddur və bu sülh davam edəcək. Eyni şəkildə tezliklə İran və İsrail arasında da sülh olacaq. Hazırda çoxsaylı telefon zəngləri və görüşlər keçirilir. Mən çox iş görürəm, amma bunun üçün heç vaxt tanınmıram və bu normaldır. İnsanlar başa düşürlər. Yaxın Şərqi yenidən böyük edəcəyik, deyə Trump qeyd edib. Amerika Birləşmiş Ştatları İrandakı vətəndaşlarına yaranan təhlükə ilə bağlı xəbərdarlıq ünvanlayıb. Virtual nümayəndəlik tərəfindən onlara İranı tərk etmələri, bunun üçün Astara sərhəd keçid məntəqəsinə üz tutmaları tapşırılıb. Amerika Birləşmiş Ştatlarının İrandakı virtual səfirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Bu barədə virtual nümayəndəliyin veb saytında bildiriş dərc edilib. Birləşmiş Ştatlar vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər ordadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən Birləşmiş Ştatlar vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar deyə bildirişdə qeyd olunub. Xatırladılıb ki, Vaşinqtonun Tehranla diplomatik və ya konsulluq əlaqələri yoxdur. Birləşmiş Ştatların maraqlarını qoruyan tərəf kimi isə İsveçrə çıxış edir. Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyə təklif edib. Azərbaycana quru sərhədləri bağlı qalır. Lakin ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər deyə virtual nümayəndəlik bildirib. Qeyd olunub ki, Amerikalılar Astara sərhəd keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. Birləşmiş Ştatların Bakıdakı səfirliyi bunu təşkil etməlidir deyə bildirişdə vurğulanıb. Nümayəndəlik bildirib ki, Azərbaycana keçmək istəyən vətəndaşlar Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar. Xatırladaq ki, xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.
Baş verənlərlə əlaqədar Azərbaycan humanitar dəhliz yaradıb. İrandakı xarici vətəndaşların Astara sərhəd keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb. Qırğızıstanın Tehrandakı səfirliyinin 20-yə yaxın əməkdaşının təxliyəsi baş tutub. İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının dövlət sərhədinin Astara buraxılış məntəqəsindən keçidi davam edir. Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı da artıq Azərbaycandadır. Onları Azərbaycan tərəfinin nümayəndələri ilə yanaşı Qırğızıstanın Bakıdakı səfirliyinin nümayəndələri də qarşılayıb. 20 nəfərə yaxın səfirlik əməkdaşı evinə yola salınıb. Səfirliyimizin əməkdaşları operativ şəkildə hər şeyi həll etdilər. Azərbaycan xalqına, hökumətinə təşəkkür edirik. Qardaşlarımızın yanındayıq. İran sərhədində çox gözləməli olduq, çox yorulmuşuq. Azərbaycan hökumətinə operativ və bu cür qarşılanmaya görə təşəkkür edirəm. Təxliyənin həyata keçməsində iştirak edən hər kəsə minnətdaram. Səfirliyin əməkdaşları Azərbaycan tərəfi ilə əlaqə saxladı. İndi özümüzü yaxşı hiss edirik. Mehriban qarşılanmaya görə təşəkkür edirəm. Burada olmağımıza çox şadıq. Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər. Qırğızıstanın ardınca axşam saatlarında Astara sərhəd keçid məntəqəsindən Rusiya vətəndaşlarının təxliyəsi həyata keçirilib. İrandan Azərbaycana keçid edənlər yaradılan şəraitə görə ölkəmizə minnətdarlıq ifadə ediblər. Köməyə və dəstəyə görə Azərbaycan təşəkkür edirik. Bu günlərdə ölkənizin etdiyi alqışa layiqdir və hər kəs buna görə sağ olun deyir. Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan çox operativ şəkildə hər şeyi həyata keçirir. Heç bir gecikmə yoxdur. Mən Azərbaycan hakimiyyətinə minnətdaram. Bizim üçün dəhliz açdılar və təxliyə icazə verdilər. Sabah bizim başqa kolleqalar da təxliyə olunacaq. Ümid edirəm ki, hər şey qaydasında olacaq. Biz uzun illərdir ki, İranda çalışırıq. Bizim çox yaxşı layihəmiz var. İsti qarşılanmaya görə çox sağ olun. Həm də köməyə görə təşəkkür edirəm. Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ən önəmli müzakirələrindən olan Bonn İqlim Konfransı bugün start götürüb. Bu tədbir qlobal iqlim diplomatiyasında növbəti kritik mərhələ kimi qiymətləndirilir. Ölkəmiz də COP29 sədri kimi bu konfransda təmsil olunur. Əməkdaşımız Aysel Aslanqızı da hazırda Almaniyada tədbirin keçirildiyi Dünya Konfrans Mərkəzindədir. İndi onunla canlı bağlantı yaradaraq ən son məlumatları öyrənəcəyik. Salam Aysel, hər vaxtın xeyir olsun. Buyur, söz səndədir. Hər vaxtın xeyir Səbinə, TV tamaşaçılarına Bonn şəhərindən salamlayıram. Ən əllərindən biri olan Bonn görüşləri start verib. Bu şəhərdəki Dünya Konfransı mərkəzində keçirilir. Təsadüfi deyil ki, bu görüşlər həm də kiçik COP adlandırılır. Bunun isə səbəbləri var. Əsas səbəblərindən birisi odur ki, məhz bu ilin noyabrında Braziliyada baş tutacaq COP30-un bütün gündəliyi ilkin variantı məhz müəyyən ediləcək. Bonn görüşlərinin daha bir əhəmiyyəti isə ondan ibarətdir ki, Azərbaycan COP29-un sədri keçidlərdə iştirak edir və demək olar ki, hər gün danışıqlara qatılacaq. Danışıqlarda COP təcrübəsini paylaşacaq. Bonn görüşlərində Azərbaycanın iqlim məsələləri üzrə və COP29-un prezidenti Muxtar Babayev, Xarici İşlər Nazirliyinin nazirinin Yalçın və 9-un iqlim çempionu Nigar Arpadaray və digər şəxslər təmsil edir. Bonn görüşləri köməkçi orqanların plenar iclası ilə başlayacaq. Gender və iqlim sularında
mövzularında görüşlər keçiriləcək. Günortadan sonraki müzakirələr isə Bakıdan Belemə yol xəritəsi, tərəflərlə açıq məsləhətləşmələr üzrə mövzu diqqət mərkəzindədir. Təşəkkür edirik Ayşə sənə. Növbəti buraxılışlarımızda yenidən sənə qoşulub tədbirlə bağlı ən son məlumatları öyrənməyə çalışacağıq. Hazırda isə buraxılışımıza davam edirik. İmişlidə tanışlar arasında yaranan mübahisə cinayətlə yekunlaşıb. Bir nəfər digərini güllələyərək həyatına son qoyub. Mərhumun yaxınları hadisənin necə baş verməsindən danışıblar. İzləyək. İmişlidə dəhşətli qətl hadisəsi qeydə alınıb. Hadisə İmişli rayonunun Şəmmətli kəndində baş verib. Kənd sakini 33 yaşlı Elşən Hüseynov, qonşusu və həm də qohumu olan 47 yaşlı Səxavət Qəhrəmanovu ov tüfəngi ilə öldürüb. Qohumların dediyinə görə hadisəyə səbəb onların arasında yaranan mübahisə olub. Haqnaq öldürtdürdülər o bala. Vallahi haqnaq. O elə oğlan deyildi. Bir yetimin, yesirin biri, acın biri gəlib o güllü ilə vurdu. Kim vurdurdu? Niyə vurdurdular? Açılmalıdır. Açdıracağım. Sən o tər oğlun, nər kim oğlu sən niyə vurursan? Çox gözəl, hara kimi desən qanacaqlı, mərfətli, qabiliyyətli insandır da. Yəni bu elə bir insan deyil də, kimləsə ədavət aparar, kiməsə qarşı nəsə elə bilinmir, nə əksi olub, nədir, heç bilinmir. Yəni o həmən o oğlan bunun uşağı boydadır. Bundan çox balacadır, yaşlı da uşaqdır. Yəni nə olub, nə qarıb, indi bizim adiyyatı orqanları araşdırıb deyiləcək. Hadisəni törətməkdə şübhəli bilinən Elşən Hüseynov saxlanılıb. Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır. Astarada çox məyus edici bir hadisə yaşanıb. Gənc qadın həyat yoldaşı tərəfindən elə vəhşicəsinə döyülüb ki, doğmalarını belə tanımır. Ailədə nələr baş verib, vəziyyət niyə o həddə çatıb, ətraflı sıradakı süjetdə. Astarada gənc qadın həyat yoldaşı tərəfindən döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə Nərmin Cəfərli həyat yoldaşı Mirəhməd Ağayev tərəfindən döyülüb. Qız mənə səs atıb, deyib ki, bəs ana, gəl məni götür apar buradan. Məni evlə vurub ölümə. Qızım 18 yaşında gedib, 5 ildir ailəlidilər. Övladı var mı? Bəli, 2 qızı var. Boşanmaq da istəmir bunu. Xeyr, qızım bunu çox istəyir. Qısqanclığı çox istəyir. Bizi hamımızı qurban verib ona. Mənə zəng gəldi. Dedi ki, sizin qardaşınız uşağın vəziyyəti ağırdır. Yəni, kuma vəziyyətindəydi daha doğrusu. Mən də minib maşına gəldim, gördüm ki, ölü bir vəziyyətdədir. Yəni, məni özü tanımadı. Yəni, şokdadır bu insan. Bu nə qədər belənçinə olar? Heç kəs istəmir ki, bir ailə dağılsın. Bunların münasibətləri uzun müddətli, başda 2 il olar, onların arasında söz-söhbət var. Dəfələrcə olub söz-söhbət. 14 iyun 2025-ci il tarixdə saat 19:45 saatlarında 2003-cü il təvəllüdlü Astara rayon Artapa kənd sakini Cəfərli Nərmin Ceyhun qızı Astara rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə daxil olmuşdur. Xəstəyə ilk yardım göstərilmiş, reanimasiya şöbəsinə köçürülmüşdür. Hazırda vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Müalicəsi davam etdirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Ölkədə və eləcə də dünyada baş verənləri operativ və dəqiq şəkildə çatdırmağa çalışdıq. Siz isə gördüyünüz və siz narahat edən məsələlərlə bağlı qaynar xəttimizə müraciət etməyi unutmayın. Daim yenilənən xəbərlərimizi isə sosial şəbəkə hesablarımızdan da izləyə bilərsiniz. Həmçinin ekranda gördüyünüz frekansları yığmaqla bizi kabil yayımından da izləyə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun, sağlıqla qalın.